Bir dələduz adam olur, deyir, gəlir bir kəndə, yolunu azıb, acdır, susuzdur, ölür acından. Birdən yolu görür ki, bir kənd görsün. Gedir kəndə ki, bir çörək tapsın yeməyə. Görür kənd cəmaatı başı qarışıqdır, bir xəstə var, onun başının üstünə yığışıblar ki, bu can verir. Bu deyir ki, mən həkiməm. Həkiməm, bunu sağaldacam. Deyirlər, nə yaxşı göydən düşmək, gəl, buna nicat ver, gəlir, deyir, nəbzini tutur. Həkim deyil, heç nə bilmir, nəbzini tutur, ürəyinə qulaq asır falan. Deyir, düzələn şeydir, kebab gətirin bir dənə. Kebab gətirirlər, yiyir. Bir dənə filan şey gətirin, şöyle sifariş edir, yiyir, bu yiyib qutarınca ölür xəstə. Xəstə ölür, deyirlər, bəs sən buna sağaldacaqdın, nicat verəcəkdin. Deyir, niyə görə nicat verdim? 2 nəfər öləcəkdi, birinə nicat verdim, bir acından öləcəkdi, biri xəstəlikdən. Özümə nicat verdim, bu da indi getməli idi. Bu insan bunun üçün gəlməyib özünü qutarsın, insan gəlib başqalarını şad eləsin, başqalarını sevindirsin. Nə qədər hədislər var, qəlblərə sevinc daxil eləyənlərə.